Dünyanın gərgin keçməyən həftəsi yoxdur. Nəinki həftəsi, günü yoxdur. Həqiqətən də ki, yəni ki, biz bir-birinin ardınca biraz ümidlə yaşayır insanlar ki, özdə yalnız biz yox, siz, mən yox, yəni bütün dünya yəni ki, gözləyir ki, bu müharibə nə vaxt bitəcək. Çünki dünyanın düzəni doğrudan da elə bu müharibə ilə pozulub və fikirləşirik ki, bu müharibə bitsə bəlkə də normal bir dünya düzəni yaranar çox məsələlərdə və təbii ki, hamıya təsir etdiyi üçün Azərbaycana da bizə də təsir edir. Siz deyən kimi biz keçən həftənin İstanbul, siz çox doğru vururuz, fiyaskosunu. Yəni İstanbul görüşünün fiyaskosu o idi ki, biz ortalığa nə çıxdığını gördük. Biz bunu keçən dəfə sizlə həftənin sonunda müzakirə elədik ki, Rusiya nümayəndə heyəti çıxıb nələrdən danışdı. Yəni ki, məsələnin mahiyyəti qaldı bir tərəfə 300 illik bundan əvvəl apardıqları müharibənin uzun-uzadı keçməsindən və bugün də davam edəcəyindən ki, İsveç müharibəsini 21 il aparmışıq, indi də bu müharibəni aparmağa hazırıq. Yəni ki, və birbaşa da hədəf götürməsi ki, qarşında oturanların ki, və bu müharibələrdə sizin yaxınlarınız da həyatlarını itirəcəklər. Bu birbaşa təhdid idi və baxmayaraq ki, keçmiş mədəniyyət naziridir, mədəniyyət məsələləri üzrə Rusiya dövlət başçısının köməkçisidir, onun mövqeyində heç bir humanitar bir mövqey görmədi. Əksinə, çox aqressivlik nümayiş etdirdi və görünür elə Putin də onu qəsdən seçibdi ki, belə bir aqressiv mövqe nümayiş etdirmiş olsun. Gələk bu həftənin əvvəlinə ki, elə biz gözləyirdik ki, bu İstanbul görüş də demək olmur, fiyaskosundan sonra söz həqiqi mənasında dedilər ki, mütləq da həmən vaxtı bilirsiniz də Albaniyanın Tiranasında Avropa İttifaqının liderləri, o cümlədən Zelenski orada idi, Böyük Britaniyanın baş naziri orada idi, yenidən görüşdülər, bir araya gəldilər və təcili olaraq Trumpla telefon danışığı apardılar və telefon danışıqlarından sonra Trump dedi ki, mən özüm danışacağım və 19 may səhv eləmirəmsə, 19 mayda axşam saatlarında, bizim vaxtdan axşam saatlarında Putinlə telefon danışığı oldu. Bu dəfə də telefon danışığı 2 saat 5 dəqiqə çəkdi. Bu 2 saat 5 dəqiqənin nəticəsində daha çox bir-birinə xoş gələn sözlər dedilər. O dedi, sənin 11-ci nəvəni təbrik edirəm. O dedi ki, sizin həyat yoldaşınız xoşuma gəlir. O dedi ki, mən sizin xoşunuza gəlmirəm, ancaq Melanie gəlir. Bu detalları ona görə xatırladıram ki, Sevinç xanım, Ukrayna mövzusu arxa plana düşdü. Hamı gözləyirdi ki, əksinə də, yəni ki, Ukrayna ön planda, amma Rusiya ilə ticarət əlaqələrinin genişlənməsi, Rusiya, Amerika Birləşmiş Ştatları üçün qızıl bir damardır, bu ifadəsi də belə oldu Trump'ın. Hətta dedilər ki, o qədər səmimi söhbətlər olubdur ki, hər iki tərəfdən biri də belə deyək ki, dəstəyi yerinə qoymağa risk eləmirmiş də bir-birinə belə hörmət mənasında. Bir daha yeni deyirəm, bu detalları, bu faktoloji hadisələri ona görə danışıram ki, Ukrayna məsələsi arxa planda idi. Ukraynadan az danışıblar və nə danışıblarsa da heç bir nəticəsi olmadı. Əksinə, Sumi vilayətinə böyük bir hücumlar başladı həmən vaxtdan sonra, həmən telefon danışığından sonra. Və çox qəribədir ki, buna da Trump'ın elə bir ciddi bir reaksiyası olmadı. Hamı gözləyirdi ki, sanksiya tətbiq olunacaqdı, bir xəbərdarlıqlar olunacaqdı, Ukraynaya bir dəstək olunacaqdı. Əksinə, yenidən Zelenski hədəf seçildi, yenidən Putinin həqiqətən də müharibəni dayandırmaq, bax, ifadəsi belə oldu Trump'ın ki, o müharibəni dayandırmaq istəyir, amma çox qəribədir. Onun o təklifləri ilə, yəni o təklif müharibə dayandırmaq deyil, Ukraynanın kapitulyasiyasıdır. Buna da nə Ukrayna gedir, nə onun rəhbəri gedir. Təbii ki, onun da müttəfiqləri olan Avropa İttifaqının liderləri də buna gedəsi deyirlər.